Plastik estetik əməliyyatlar etdirən insanların davranışlarında fərqlilik hiss olunur. Yəqin, belə başlıqlı xəbərlər sosial şəbəkələrdə demək olar ki, bir çoxumuzun rastına çıxıb. Davranışlar isə adətən aqressiya, özünə qapanma, qorxu, stresslə müşahidə edilir. Hətta belə hallar intiharla da nəticələnir. Pasiyentlərin psixoloji vəziyyətində baş verən dəyişiklikləri narkozun əks təsirləri ilə əlaqələndirənlər də az deyil. Digər iddialara görə bu problem cərrahi müdaxilələr zamanı sinir zədələnməsindən yaranır. Xüsusilə də burun əməliyyatlarında. Rinoplastika üzrə mütəxəssis Məzahir Quliyev isə bu iddiaları əsassız hesab edir. Həkim deyir ki, hazırda əməliyyatlarda daha az travmatik olan metodlardan istifadə edilir. Çəkic, iskənə kimi ənənəvi alətlərdən fərqli olaraq ultrases dalğaları ilə çalışan bir cihazdır. Burun ara kəsməsinin əyriliyi olan uşaqlarda, xüsusilə də kəskin bir şəkildə əyriliklər olan, xarici burun deformasiyasına da səbəb olan əyriliklərdə biz bu əməliyyatda istifadə edirik həmin cihazı və təklif elədiyimiz yeni metodika ilə bu əməliyyatları edirik. Yəni ki, burnun ara kəsməsini düzəltməklə yanaşı xarici görünüşündə də düzəlmə olur. Bundan əlavə artıq burun əməliyyatları zamanı tətbiq olunan bir yeniliyə də imza atılıb. Tətbiq olunan tibbi texnologiyalar və cihazlar günümüzdə fərqlidir. Daha müasir cihazlardan, hətta narkozda belə yeni dərmanlardan istifadə olunur ki, insanların orqanizminə az təsir edən, fəsadlaşmalar verməyən və effektiv dərmanlardan və cihazlardan, alətlərdən istifadə olunur. Elə hazırda da rinoplastika əməliyyatındayıq. Mütəxəssislər bildirir ki, burunda elə bir sinir, damar yoxdur ki, əməliyyat zamanı o zədələndikdə pasiyentdə psixoloji travma yaratsın. Travma yalnız iradəsi zəif olan insanlarda əməliyyat nəticəsi onların gözlədiyi kimi olmadığı zaman baş verir. Psixoloqlar isə deyirlər ki, hətta sadə görünən əməliyyatlardan əvvəl belə pasiyentlərlə dəyərləndirmələr aparılmalıdır. Ailənin rolu böyükdür. Əgər əməliyyat olunan pasiyentin yaşı az yaşlıdırsa, 18 yaşını tamamlamayıbsa, 16-17 yaşı varsa və yaxud da ki, hər hansı bir səbəbdən ətrafdan daha çox təsdiq gözləyirsə bu pasiyentlər, ailə və onun sosial çevrəsi ətrafında adaptasiya dönəmi üçün pasiyenti dəstək olmalıdır. Məsələnin ən vacib tərəfi də elə budur. Çünki bəzən doğmaların, dostların əməliyyatını yaxşı eləməyiblər. Bu nə burundur və s. bu kimi müdaxilələri bizi kompleksə salır. Yenidən və təkrar əməliyyatlara müraciət edirik. Nəticədə isə özümüzə zərər veririk. Aydan Əliyeva, Sabir Şahvələdov, Vahid Zalov, Çinarə Vaqif, Telesəhər.